İynənizdə kamera varsa, keçmiş olsun Kenyalılar. Bu dəqiqə sizdən danışır. Meta kameralı Ray-Ban eynəyi ilə dünyanı bir-birinə qatıb. Sən demə təhlükəsizlik işıqdan artıq deyilmiş. Deməli Meta'nın Ray-Ban eynəkləri süni intellektə təlim keçmək üçün birbaşa insanlara ehtiyac duyur. Yəni süni intellektə bu açardır öyrətmək üçün Ray-Ban'dan gələn görüntüyə baxıb bu əşyanı açar kimi işarələyirsən. İndi söhbətə baxın. Hey Meta deyib eynəyi işə saldığınız anda görüntü və səs dərhal Meta'nın serverlərinə, oradan da Kenyanın Nairobi şəhərinə gedir. Sama adlı şirkətdə oturan Kenyalılar da 7 milyon eynəkdən gələn görüntüyə zövqlə baxa-baxa gördükləri hər şeyə etiket yazırlar. Bəli, o dərəcə hər şeyi ki, Kenyalı işçilər İsveçli jurnalistlərə nəinki kod parol ən görməməli olduqları şeyləri belə gördüklərini etiraf ediblər. Baxın, video çəkdiniz, çəkmədiniz. Meta'ya işlədiyi istənilən anda eynək stolun üstündə olsa belə, o data Kenyaya gedib çıxır. Oxudum, qəbul edirəm deyə verdiyiniz icazələr var ha. Bax, bu icazəni də eləməz özünüz öz əlinizlə vermisiniz. Ona görə oxuyun, sonra qəbul edin.